Ana, ben senin yanında müqəssirəm. Beni bağışla, kes günahımdan. Bala, sənin günahın var axı mən sənin günahından keçirim. Sən məni incitməlisən. Bircə qazanalı, qardaşlarından ayrılma. Ana, ay ana, axı sən bəzi işləri bilirsən, bəzisini də bilmirsən. Bizim qardaşlarımızla mübahisəmiz nəqslər işlədir, davamız kitab işlədir. Yoxsa sən dediyin söz bir gözəl sözdür. Bax, indi mən səni başa salım. Ana, eşidirsən məni? Eşidirsən mənə? Hə, balası. Ana, bax, indi mən səni daha yaxşı başa salım. Mən bu kitablara etiqad edirəm. Qardaşım Məhəmməd Əli və Səməd bəy də bu kitablara etiqad edir. İndi sən de, biz bundan artıq necə yola gedək? Necə etiqad edək? Biz bundan artıq necə yola gedək?